Salam, Access Talks'la yenidən qarşınızdayım. Bugün biz dünya brendlərindən, onların Azərbaycana gəlmə tarixindən, dünya səyahətlərindən, onlayn satış platformalarından danışacağıq. Bu da o deməkdir ki, qonağım Fərid Novruzidir. Fərid müəllim, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun dəvət üçün. Siz çox sağ olun dəvətimizi qəbul elədiyiniz üçün. Fərid müəllim, məncə kifayət qədər tanınmış simasınız, amma məncə bir balaca özünüz barənizdə danışsanız yaxşı olar. Fərid Novruzi kimdir və Fərid Novruzinin arxitektor təhsilindən biznesə gələn yolu haqqında bizə bir balaca danışın. Fərid Novruzi Bakı şəhərində doğulan birisidir. 1977-ci ildə Bakı şəhərində olan 150 nömrəli məktəbinə gedən birisidir. Uşaqlıqdan rəssamlıq, memarlıq bundan və əlbəttə ki, sahibkarlıqla maraqlanan birisi. Gənc yaşlardan, 16 yaşından, hətta biraz əvvələ getsək, 12 yaşından belə dəbdə olan söz internship edən o yaşdan memarlıq sahəsində. Daha sonra geyim mağazasında Azərbaycanda ilk açılan dünya brendi Benetton mağazasında ilk satıcı olaraq fəaliyyət göstərən. Əlbəttə ki, ən gözəli də Allahın quluyam. Yəni ki, bundan başqa bir şey deyəməm. Memarlıq bir peşə deyil, memarlıq mənim həyatımdır. İndi bəlkə memarlıqdan ayrılsam da müvəqqəti olaraq, amma daim hansısa bir həyatımın hissələrində öz sədasını verir. İstər-istəməz öz hal-hazırdakı biznesimdə mən hansısa bir layihələr olanda orada bir memarlıq belə deyək də üzüm açılır. Memarlıq belə deyim də bacarıqlarım ortaya qoyulur. Ona görə unudulmur bu. Müvəqqəti dediniz. Bu deməkdir ki, nə vaxtsa yenə qayıda bilərsiniz. Ola bilər, niyə də yox. Bəlkə də nə vaxtsa bir hobbi olaraq ya da bəlkə professional olaraq qayıdacağam mütləq. Çünki sevdiyim bir peşədir. Memarlıq insanda digər insanlardan fərqi yaratdığı odur ki, siz öncədən ortada peyda olmamış, görünməyən bir şeyi hər kəsdən öncə görürsünüz onu. Məsəl üçün bir təmir olmamış bir mənzilə girirsiniz. Siz orada betondur, nə bilim, şpaklyovkadır, nə bilim, hansısa ştukaturka görürsünüz. Mən isə artıq hazır interyer görürəm, hətta mebellərin belə görürəm, harada yerləşir. Bu qabiliyyət insanda memar olaraq, yəni ki, başqa həyatın, belə deyək də, istiqamətlərində də fayda verir. Çünki bilirsiniz, yəni insan bəzi şeyləri əvvəlcədən, yəni öz təsəvvüründə yarada bilir və istər-istəməz bu ona digərlərini artıq 1-0 irəli aparır. Çünki siz artıq bir addım irəlidəsiniz. Çünki digər məsələlərdə daha agah, daha da aydın olaraq problemləri görə bilirsiniz, irəlidə çıxa biləcək. Bu memarlıq belə deyək ki, yəni ki, hüsiyyət insana çox məncə lazımlı hüsiyyətdir, amma bu əlbəttə ki, yalnız memarlar bacarır. Çox sevə-sevə danışdınız. Kolleqaları mənə deyən ki, bu məsələdə mənə deyən ki, düşünürəm mənə təsdiqləyərlər bunu. Yəni ona görə memarlıqdan da ayrılma asan deyildi. Yəni çünki mən artıq 22 yaşımda ayaq üstə dayanan memarlardan idim. Çünki öz layihələrim vardı Bakı şəhərində. Xarici şirkətlərdə belə ən yüksək vəzifələrə qədər gələn bir gənc idim. Lakin daha sonra axtarışda olaraq istəyirdim özümü memar olaraq xaricdə bir inkişaf etdirim. Amma gördüm ki, alınmır və o dönəm, bəlkə də yenə deyirəm, hər bir şey Allahın təqdiri olduğu üçün o məqamda da 99-cu ildə dünyada krizis baş vermişdi və istər-istəməz bu hər sahəni əhatə etmişdi və eyni zamanda inşaat sektoru da bundan yəni çox buna zərbə almışdı krizisdən və istər-istəməz tələbat azalmışdı və mən özümü memar kimi reallaşdıra bilmirdim. Hətta Türkiyədə iş axtaranda çox yerdə mənə yəni ki, hətta yəni nəinki Azərbaycanlı, türk memarlar belə iş tapa bilmirdi. Qaldı ki, bir Azərbaycanlı gənc 22 yaşında gəlib orada özünü təsdiqləmək istəyir. Ona görə düşündüm ki, nə etmək olar və o da bir Allahın lütfu idi ki, bir ad günümə, yəni 22 yaşım olanda an balaca bir məbləğdə pul göndərildi mənə valideynlərim tərəfindən və mən o pulla getdim özümə bir geyim almağa və geyim alarkən hiss etdim ki, yəni gördüm daha doğrusu, o həmin geyimlər daha qat-qat Bakıda olan geyimlərdən ucuzdur. O dövrün yəni ki, qiymətlərini müqayisə etdiyimizdə. Və düşündüm ki, niyə də yox, bəlkə mən bu işlə məşğul olaram. Və
üstündən bəlkə heç yarım gün keçmədən artıq bir ideya, biznes plan ortaya çıxdı beynimdə. Mən buradan paltar alım, Bakıya gedim, bir mağaza kirayə götürüm. Çünki bu təcrübə də məndə vardı. Mən birinci fakültə sinifdə, yəni kursda oxuyanda memarlıq fakültəsində mən artıq yarım time deyirlər, ya part time deyirlər ona, yəni ya mən Bakıda ilk açılan Benetton mağazada ilk satıcı olaraq işləyirdim. Daha sonra böyük bacımı da gətirmişdim. Bir yerdə orada fəaliyyət göstərirdik. Ona görə oradan istər-istəməz təcrübə yığdım. Mən bu mövzuya istərsə indi yadımızdan çıxmasın, siz bəlkə qayıdarsınız daha sonra. Mənə çox insanlar suallar verir ki, bəs mən nə başlayım, nə edim, nə cür biz inkişaf edək, nə biznes quraq. Mənim əlimdə az məbləğ var, mən nə biznes edə bilərəm də. Mən də bunlar, yəni buradan fürsətdən istifadə edərək səslənirəm ki, yəni bir şeyi etmək istəyirsinizsə, onun azından başlayacaqsınız. Yəni misal üçün mən mağaza açmaq istədimsə, əlbəttə ki, mən bilmirdim mən 5 ildən sonra bir mağaza açacağam, amma o dövrdə 94-də mən satıcı kimi işləyərək mağazanın strukturunu A-dan Z-yə kimi öyrəndim. Və bu mənə o fikir gələndə artıq mənə kömək oldu. Əgər bu günlər bir coffee shop açmaq istəyirsiniz və əlinizdə bəlli bir məbləğ varsa, gedin başlayın coffee shopda ofisiant işləməkdən, nə bilim baristalıq öyrənin, bütün prosesləri öyrənin, sonra öz pulunuzu ya da ortaq taparaq kimisə cəlb edərək bu işləri başlayın. Amma işi siz bilməlisiniz əzəldən. İşi bilməsəniz o iş sizin olmayacaq və o işdə uğur qazanmayacaqsınız. Və başqa tərəfi də var. Oturduğunuz masada digər bir yatırımcılara özünüzü sübut etmək üçün deyəndə ki, mən işləmişəm bu sahədə. O da insanları inandırıcı. Yoxsa gəlirsiniz, deyirsiniz, mən coffee shop açmaq istəyirəm. Soruşurlar, təcrübən var? Yox, görmüşəm, dostum işləyir, qohumum işləyir və s. Bu sizin, yəni ki, digərlərin gözünün qabağında sizə qiymət verməyəcək. Ona görə mütləq, yəni ki, biraz mən mövzudan uzaqlaşdım. Yəni ki, əslində çox vacib mövzuya toxundunuz. Yəni bunu mütləq bacarmaq lazımdır. Yəni ki, gedin işləyin. Və misal üçün bu görürsüz, iki sahə mənə necə dəstək oldu. Bir memarlıq, mən çünki buna da bir qayıdacağam. Mən biznesimi quranda memarlıq peşəm də mənə dəstək oldu. Mən misal üçün Gürcüstandakı bu məsələ ilə bağlı mən bu yaxınlarda elə öz səhifəmdə, Instagramdakı səhifəmdə paylaşdım. Bu arada deyə bilərəm də Novruzi, Fərid Novruzi Instagramda tapsanız orada var bu reels. Mən bir mağazada olanda bir xanım yaxınlaşdı, tanıdığım bir xanım idi. Mən ona işə düzəlməyə gedirdim vaxtilə. Məni görəndə, bəs sən memarsan, mağazada nə işin var? Bəs yox, memarlıq davam edir. Çünki təzə-təzə ayrılmışdım, amma yenə də bu peşəni sevirdim. Mənə dedi ki, mənim balaca bir yer var, 50 kvadrat bir yerdir, ora metlaq vurmaq lazımdır. Sən də bir də soruşmuşdu, inşaat şirkətlərinin tanışlığım var, bəs mənim öz qrupam var və də oradan biz mağazana eləndə mənim bir balaca bir qrupam vardı, yəni belə deyim də işçilərdən ibarət idi, biz təmin işləri görürdük, öz mağazalarımızı deyim də. Mən onları cəlb elədi və düşünəndə orada da qazanc bilirsin nə idi, mən sizə deyim də, bugünün puluna $100 pul deyildi də. Amma mən o işdən çəkilmədim. Halbuki indi adamlar var ki, $100 nə demək, gedib onu qazanacaq. Onu bilmək lazımdır. Bu da ikinci dərsdir də. Yəni iş işi çəkər. Mən o işi mükəmməl şəkildə gördüm. Daha sonra o xanım idi ki, bizim bir də interyerimiz var. Zəlzələdən sonra o dönəm yadınızdasa 2000-ci illərdə zəlzələ olmuşdu. 2001-də artıq çox binalar təmirə yenidən, yəni ki, belə deyim də tələb duyurdu. Ona görə mən deyəndə ki, təmir edə bilərsən, dedim, əlbəttə ki, nə etmirəm və oranı başladı. Balaca bir 2 otaq idi, oranı da təmir etdi. Oradan da böyük pul gəlmədi. Üçüncü isə artıq böyük bir tender idi. Yenə də məni cəlb etdilər və biz o tenderi utduq və oradakı qazandığım pulla, yəni o dönəm pulla, yəni ki, böyük bir məbləğ idi. Düşünün də, yəni mən o dönəmdə artıq 24 yaşında idim. Yəni ki, 2001-ci il. Yəni gənc birisiyəm. Yəni yeni ailə qurmuşdum. Yəni insan nə istəyər eləmək vaxtı gedib özünə bir maşın alardım. Yəni nə bilim gedim biz belə deyim də heç evim də yox idi o vaxtları belə bir evdə yaşırdıq. Orada yəni ki gedib bir ev alardım və s. Yox, mən nə etdim? Mən getdim yatırım elədim. Getdim belə yad sayılmasa da, amma çox təhlükəli o dönəm sayılan bir şəhər, Tiflis şəhərinə getdim. Çünki orada banditlər, mafiyalar və s. yəni ki fəaliyyətləri çox geniş idi. Mən gedib o şəhərdə o həmin pulu getdim. Hətta pulum çatmırdı. Bir də maşın almışdım, balaca bir maşınım var. Onu da belə satdım. Üstünə qoyaraq getdim. Orada biznes qurdum və ilk açılan gündən Allahın lütfu ilə orası çox
faydalı, yəni çox bərəkətli oldu və yaxşı pullar qazandım. Hətta yaxşı pul qazanmamda banditləri cəlb elədi, üstümə silahla gəlmişlər. O ayrı mövzudur. Gətirdiyim mövzu odur ki, bax onda yəni uğur qazanmağa, nəsə nail olmaq istəyirsinizsə, ya hansı bir peşənin ən yaxşı dərəcədə yəni öyrənib bilməniz lazımdır da, yəni hansı bir dərəcəyə gəlməniz lazımdır, səviyyəyə gəlməniz lazımdır. Və ya hansı bir işlə məşğul olmaq istəyirsinizsə, o işə gedib hansısa bir iş, yəni işə düzəlib, oradan öyrənib daha sonra bir neçə ildən sonra bu işə girmək lazım. Sirri budur. Vəssalam. Yəni bunun bəlkə var başqa bir belə deyim də onun düsturları, amma mən belə mənə soruşanda mən bunu deyirəm ki, yəni mən öz təcrübəmlə paylaşıram. Əlbəttə ki, hər uğur individualdır, amma hardasa baxırsınız bənzər nöqtələri var. Bax belə, mən də elə o vaxtı memarlıqdan bu cürünə ayrılıb, çünki işləmişdim əvvəl, təcrübəm vardı və geyim işinə atıldım. Biznes plan dediyim kimi qurdum beynimdə. Biznes planım 3 belə deyim də etapdan yox, yəni ki 3 punktdan ibarət idi. Birincisi idi ki, yaxşı bir brend olsun. Yəni, çox önəmlidir. Çünki mən istəmirdim hansısa bir gedib topdan satan bir mallara, şirkətdən mal alıb gətirmək yox. Mən istərdim bu sırf brend olsun. İkinci o idi ki, professional komanda olsun. Dərhal bacıma zəng elədim. Dedim ki, Nigar, bəs belə bir mağaza açma fikrim var. Mənim yanımda olacaqsanmı? Dedi, əlbəttə ki, o da Benetton mağazanında müdür işləyirdi. Düşünün də, yəni. Bacım Bakıda, hə. Amma Benetton bizə aid deyildi. O vaxt Türk şirkətin bir nəzrində idi. Və son bənddə ondan ibarət idi ki, mən maliyyə lazım idi. Mən də ondan öncə neçə bir sahibkarlıq fəaliyyətim vardı. Özüm belə Allahın lütfü ilə kafe açmışdım, işlədirdim. Bu arada kafeyə də təcrübəm oradan gəlir mənim. Tibb Universiteti ilə qarşısında üzbəyüzdə bir yerim vardı. Atamın yeri idi, daha doğrusu mənə aid deyildi. Mən orada balaca bir kafe açmışdım. Və atam bunu görmüşdü və mənə artıq bir sahibkar kimi inam yaranmışdı. Və mən atama deyəndə ki, adam, mənə $4,000 pul lazımdır. Mən təqribən bir çizmişdim, nə qədər bu mal almalıyam. Mənə yox demədi. Yəni ki, mənə $4,000 pul ayırdı. Mən o pulla mal aldım. Amma yenə də baxın, burada benim danışdıqlarım hamısı bir biznesin inkişafı demək sözlərdir də. Və mən mağaza açmaq pulunu çatmırdı. Və mən nə etdim? Mənim o məsələləri bir tanış, Türkiyədə olan bir tanış adamlar vardı. Onlarla bölüşəndə baxdım, onlara da maraq doğurdu bu və onlar dedilər ki, biz də girərik və biz 50-50-yə ortaq olaraq onlar da mağazanın təmirinə yatırım elədilər. Mən də gəldim Bakıya, mal aldıq, mağazanın təmirini elədi və bir mağaza açdıq. Hardaydı o mağaza? O da çox önəmli idi. Mən dərhal elə özüm beynimdə dedim ki, bu şəhərin ən mərkəz yerində olacaq. Bugünkü Fəvvarələr meydanında o bizim dönəmdə ora Arbat deyərdi. Çünki oradakı Moskva stilində bir rəsmlər sərgilənirdi, satılırdı və o Arbata çox oxşuyurdu. İndi isə ora fərqli təbii ki. Orada kitab pasajı vardı, kitab pasajının içində. Və beləncə fəaliyyətə başladıq və memarlıqdan transformasiya oldu. Əlbəttə ki, daha sonra mən memarlıq fəaliyyətim davam edirdi. O dediyim o xanımın işlərini gördüm. Daha sonra travel şirkətlərinin bir ofislərinin onların sərgilərdə olan belə sərgi stendlərini və s. onlar üzərində işləyirdim. Özəl sifarişlərim vardı interyerlərlə bağlı. Daha amma sonra iş böyüdükcə, yəni öz şəxsi bu geyim sektorunda və ölkələr sayı artdıqca biz Gürcüstanda açdıq, sonra İranda mağazalar açdıq, Dağıstanda açdıq, Litvada açdıq, Qazaxstanda, Özbəkistanda, Türkiyədə. Yəni bunu istər-istəməz ona hamısının arxasınca gedib bunlara nəzarət, bunlarla məşğul olmaq, inkişaf etdirmək, komandalar toplamaq, ofislər qurmaq əlbəttə ki, mənə istər-istəməz memarlıqdan biraz uzaqlaşdırdı. Qısa olmadı, biraz uzun oldu. Yox, kifayət qədər maraqlı oldu. O həmin o dediyiniz ilkin kapital sirri deyilsə nə qədər idi? Mən burada dedim ona $4,000 idi. $4,000 idi. Bilmirəm o rəqəmi açıqlamaq nə qədər düzgündür. Heç olmasa rəqəm deməsək də o ilkin kapitaldan indiki dövriyyəniz neçə dəfə çoxdur? Biraz kommersiya sirri ola bilər sirri təbii ki. Sirri deyil əslində, amma əlbəttə ki, qat-qat İstədiyiniz nəticəni əldə eləmisiniz ən azından. Amma bilsiz necədir? Mən birsinə qarşılaşıb, hətta övladlarım tərəfindən də bu söz gəlir mənə. Deyir, ata o vaxt $4,000 axı başqa idi. Bilirsiniz, hər şey müqayisə ilə də, yəni ki, yəni ki, müqayisə edəndə görsəniz. Əlbəttə ki, o vaxt $4,000 bəlkə
bir otaqlı evdə almaq olardı. Ya da o vaxtın 4000 dollarından Qubada 10 gektar torpaq almaq olardı da. Amma o vaxt 4000 dollarla yenə də 400 ədəd malı necə alırdısa, bugün də 4000 dollar İdeyanı satmaq bacarır. Belə deyim də 400 ədəd mal alacaqsınız. Yox, ədədlə saysa malla bu günləri gedib şirkətdən eyni 4000 dollara eynisini alarsınız. Əlbəttə ki, o vaxt mən yatırsaydım bunu yəni ki torpağa, yəni ki qat-qat daha fərqli olardı. Bəli. Mən yatırdım bunu paltara. Paltar o vaxt və paltar bu günlər eyni qiymətlərdir. Əlbəttə ki, hansı bir inşaat materiallarının bəlkə fərqliliyi var, mağaza açılışlarının dəyərləri əlbəttə ki, indi qat-qat artıb, amma yenə də çox böyük fərq yox idi o vaxtla bağlı. Bax belə. Azərbaycan kimi bir ölkədə bizdə güclü belə bir mentalitet məfhumu var. Yenilikçi olmaq, novator olmaq, bax bu brend geyimlərini gətirmək, onu istehlakçılara satmaq, qiymətləri də nəzərə alsaq çətin deyildimi? Əlbəttə ki, hər bir yenilik hər zaman çətinliklərlə qarşılaşır. Çünki insanlar nəsə bir devrim, yəni ki, inqilab etmək, dəyişmək və s. çətinlik çəkir də. Əsasən də öz, yəni ki, alışdığı hansı bir xüsusiyyətlərində, hansı bir də vərdişlərində və s. Yəni bu yaxınlarda bir mövzuat oxundum, mağazalarda olan servislə bağlı. Mən yadımdadır 94-cü ildə mən Benetton mağazasına satıcı kimi girəndə məni təəccübləndirən oldu ki, müştəri ilə satıcı arasında rəf yoxdur. Yadınızda da o 90'larda belə şüşəli masalar vardı. Masanın altına paltarları qoyardılar ya da paltarlar arxada, yəni ki, askı ilə asılardı. Xoşuna gələndə belə bir masa sizi ayırardı daim satıcıdan. Lavka. Lavka, prilavk. Prilavk. Rusça. Və ilk 94-cü ildə bu olmadığı üçün əlbəttə ki, insanların gəriminə gəlirdi. Girirdi mağazaya, birbaşa ünsiyyət qura bilirdi. Və əlbəttə ki, bizə orada öyrədilən nə idi? Mağaza girəndə salam vermək, mağaza girəndə sizə necə kömək edə bilərəm deyən suallar vermək və müştərinlə daim ilgilənmək. Və biz mən bunu öyrənmişdim, bacım da bunu öyrənmişdi. Biz sonraki 99'da öz ilk mağazanı açanda ora götürən staffı bu şəkildə öyrədirdik. Və istər-istəməz bu proseslərlə o vaxt bu yenilik idi və insanları gərib və gəlirdi də bu nə cür oldu, yəni insan sənə yaxınlaşdı. İndi bəlkə bu adi gəlir, hətta indi artıq belə də şikayətlər gəlir, niyə yaxınlaşırsan, niyə suallar verirsən. O vaxt bunlar heç biri yox idi. Yəni indiki əlbəttə qanamıram qətiyyən, yəni ki, mənim izləyicilərim çoxsa bəlkə doğulmamışdı o dönəmdə, yəni amma indi əlbəttə ki, fərqli İstehlakçı mədəniyyəti dəyişir. İstehlakçı mədəniyyəti getdikcə dəyişir və hətta 2010-cu illərdə yadımdadır biz artıq bir treyninqlər keçirəndə, yəni ki, mütəxəssisləri dəvət edəndə bizə dedilər ki, bu suallar artıq bəyənilmir, yəni səni necə kömək edə bilər. Ona görə biz nə edirdik? Yəni ki, imkan verdi müştəri girsin, salamladıq, müştəri mağaza gəzərik, biz çalışır yanında olsun. Çünki biz həmişə mən bu bir yəni ki, baxış bucağım bundan ibarət idi ki, hətta mas markalarında müştəriyə premium servis vermək. Yəni ki, daim yanında birisi oldu. Hətta biz ona görə yəni cibimizdən daha çox pul xərcləyib, daha çox insanları işə götürürdük ki, yəni ki, hər kəsə ilgi olsun. İndi baxıram ki, istəmirsiniz. Yəni ki, zamanla dəyişib, tamam, biz də buna əlbəttə ki, uyğunlaşacağıq. Və təbii ki, indi yeni treyninqlarla, yəni ki, deyir ki, müştəri özü tam işçisini sərbəst buraxın. Artıq o yeni nəsillər, yeni yəni ki, trendlər və s. bunu xaricdə də bəlkə görürlər. İnsanlar istəyir sərbəst olmaq. Və bu da doğaldır və insan gəlir özü axtarır. Çünki əvvəllər bu qədər məlumat yox idursa, hansı rəng bugün trenddədir, hansı fason trenddədir, bugün hamısını bilirlər. Yəni buna görə artıq gəlib suallar, müayinçilik eləmək, yəni ki, öz belə deyəndə ya kölgə kimi yanında durmağa ehtiyac yoxdur. Təbii ki, biz bunlar üzərində artıq işləyirik. Bunlar da getdikcə, yəni ki, belə deyəndə bizim müştərilərə daha, yəni onların istədiyi tələblərə uyğun dəyişəcək. Yəni bu cürlə biz fəaliyyətimizi davam etdik və artıq neçə ildir? Bu il 27 il olacaq. Bu il 27 il olacaq ki, biz bu sektorda fəaliyyət göstəririk. Fərid müəllim, staff demişkən indiyənə qədər bu realdır ki, siz özünüz də qeyd elədiniz, siz peşəkar satıcı ordusu yetişdirmisiniz. Bazarın tələblərinə uyğun olaraq. İndiyənə kimi həmin bu təlimlərdən
neçə nəfər keçib və hansılar ki, real sektorda hazırda fəaliyyət göstərirlər? Bilirsiniz, yəni pioner olanda siz Hı -hı. bağlı sual verdinizsə yeniliklərlə bağlı. Yəni hər bir şeyi ilk sən edirsən də. Yəni bazarda ilk və bir başqa şirkət vardı. Biz ikimiz brend mağazaları gətirməyə başladı. Sonra 2002-dən, 2003-dən sonra başqa şirkətlər ortaya çıxırdı və əlbəttə ki, biz bilirdik ki, bizim işçiləri kimsə bizdən ayrılanda gedirdi ora və orada bizim sistemləri qururdular. Hə, yəni ki, amma biz buna incimirdik. Çünki elə yəni belə deyək də, bunu öyrədən, bu sistemlər oturtduran ilk biz olduq. Və bu günləri o şəhərin əksər mağazalarda ən azı Novkoda işləyən bir kimsəni tapa bilmək mümkündür. Özüm də görürəm, çox var. Mağazaları girəndə yaxınlaşılır. Hətta nə ki mağazalarda, yəni ki, hava limanlarında, başqa yerlərdə belə, banklarda belə, maşın satışlarında, yəni ki, avtosalonlarda yaxınlaşırlar ki, bəs biz sizin işçiniz olur. Qürurludur əlbəttə ki, təbii mən ki. hamısını yadda saxlamaq mümkün deyil. Bizim ən pik zamanımızı 700 yaxın adam işləyirdi şirkətdə. Ona görə yəni ki, əlbəttə ki, kimsə gəlib qısa müddətdən ayrılıb, kimsə indi dizaynla məşğul, kimsə indi inşaat şirkəti var, kimsə başqa sahələrdədir. Əlbəttə ki, bu qürur vericidir və mən həmişə sevinirəm. Yəni ki, insanlar inkişaf edəndə, hətta biz nəsə bir töhfə verə bildiksə, nə qədər bizə xoşdur bundan. Nəzərə alsaq ki, nə qədər tələbələr, gənclər işləyib, məncə kifayət qədər töhfə verə bilmisiniz. Belə. Satıcılardan danışdıq. Gəlin istehlakçılardan danışaq. İstehlakçı mədəniyyəti nə qədər dəyişib? Çünki siz tək Azərbaycanda fəaliyyət göstərmirsiniz. Bizim fərqimiz digərlərdən nədədir? Bizim qiymət öldürürük. Yox, qiymət öldürmə yoxdur. Qiymət zaten bu qiymət öldürmələri biz 2000-ci illərdən ortadan fiks qiymətdir. Yəni bir qanun üzərində qiymət göstərilibsə odur. Buna çətin öyrəşdi istehlakçı. Yox, qısa bir zamanda öyrəşdi. Çünki brend mağazada o havanı hiss eləyəndə ki, artıq o mövzu açılmırdı. Əlbəttə ki, bizim əvvəlki qeyd etdim, müştərilərimiz çox ilgi tələb edirdilər. Hətta biz premium mağazalarda belə onlara yəni ki, kofe, çay, soğuk içkilər falan təqdim edirdik. Yəni daim bizim işçilər, yəni mağaza gələndə bizə biraz belə sanki evlərinə kimi gəlmiş özlərini hiss edirdilər və biz bu hissiyyəti onlara bəxş edirdik. Əlbəttə indi mağazaların sayı artır, istərimiz insan sayı, giriş-çıxışlar artır və bu yenə də biz ona hər zaman hazır, amma bu tələbləri görmürük. Bu istərsəmiz dəyişilir. Əlbəttə xariclə müqayisə edəndə xaricdəki insanlar artıq nə istəyini daha çox yaxşı artıq bilir və biz bugün ona gəlmişik. İstərsəmiz bu da dəyişilir. Yəni başqa bir dəyişikliklərdən söz açsaq, yəqin ki, onu deyərdim ki, misal üçün Türkiyədə daim müştəri belə deyim də, yəni ucuz malın da peşinə qaçır da, yəni ki, ucuz tapsa bir 6 ayda gözləyəcək ki, bu qiyməti düşüb alacaq. Bizdə yox, biz yenə də dəbi sevən, yəni ki, yeni çıxan kolleksiyalar daha üstünlük verən, daha tez-tez mağazaları yeni kolleksiyaların arxasınca gələnlər, yəni bu da xoşdur. Çünki insanlar gözəl geyinməyi bizdə daha çox, daha tez, daha çox sevirlər. Bu da bizim fərqimizdir. Fərid müəllim, gəlin biraz ağrılı yerdən danışım. Qiymətlərdən danışaq. Bizim brend mağazalarda qiymətlər həmin o brendlərin saytlarından deyək də kifayət qədər baxadır. Neçə faizini siz deyin və niyəsini də siz deyin. Balaca bir riyaziyyat keçək də. Yəni ki, siz mağaza açanda və onlayn platformu quranda, mağaza açanda kirayə verirsiniz. Mağaza açanda işıq pulu verirsiniz, su pulu, kanalizasiya, nə bilim, daha nələr. Mağaza açanda işçilərin maaşıdır. Ən azı bizim mağazalarda ortalama 10 nəfər adam işləyir. Yəni bunların maaşını verirsiniz. Gömrüyə pul ödəyirsiniz, vergiyə pul ödəyirsiniz, sosial müdafiə fonduna pul ödəyirsiniz, mal gətirməyə pul ödəyirsiniz. Yəni ki, depoları, seklatları saxlamaq üçün pul ödəyirsiniz. Şəhər içi xərcləri pul ödəyirsiniz, işçilər göndərmək üçün pul ödəyirsiniz, yemək pullarını ödəyirsiniz. Görün nə qədər xərclər var da. Onlayn platforma neyinir? Gəlin müqayisə edək də. Gələn şəkillərini çəkir, hətta artıq şəkil çəkilir. Bütün onlar hamısı artıq bazalar internetdə var. Həmin kodlarla yerləşdirir, qiymətini yazır və logistika ilə məşğul olur. Yəni bizlə bəlkə 1-ə 100 fərq var da. Yəni amma buna baxmayaraq bizim onlarla 20-30% fərqimiz olur. Kimsə deyər ki, 20-30. Dünya yəni ki, brendlərlə danışaq. Kimsə indi yəni irad tutar ki, yox Türkiyədə daha ucuz. Türkiyədə situativ olaraq ucuz olur. Niyə? Onu da izah edeyim. Yox. Birinci öz istehsalları var, o başqa. Amma
Türkiyədə liranın birdən-birə ucuzlaşması dərhal əlbəttə ki, böyük fərqlər yaradır. Olur ki, görürsən ki, orada 2 dəfə ucuzdur. 2 dəfə bu gün ucuzdur. Amma yenə indi baxın, neçə vaxtdır lira stabil qalıb. Yəni ki, artıq qiymətlər hətta görürsən ki, bizdən də daha bahadır. Yəni ona görə indi artıq Trendyollar, başqa saytlar artıq insanlar o qədər yəni üst tutmurlar. Əvvəllər bu vardı. Lira kəskin olaraq ucuzlaşırdı və bu ucuzlaşma fonunda biz əlbəttə ki, baxalı qalırdıq. Amma yenə də dediyim kimi, yəni bu böyük xarici onlayn platformaların arxasında böyük yəni nəhəng gigantlar, şirkətlər dayanıb. Onlar da gedib, yəni tutalım eyni şirkət, biz aldığım şirkətdə mal alanda daha ucuz alır ondan. Çünki deyir ki, mən səndən, Fərid səndən 5000 ədəd mal alır, mən səndən 500.000 ədəd mal alıram. Mən sənin üçün 500.000 satıram, sən məni Fəridə indi qiymətə satır. Artıq orada biz otururuq, çünki onlara daha 30% endirim edir bir dərhal. Çünki böyük bir miqyasda mal alırlar ya da mal yerləşdirirlər platformalarda. Biz isə əlbəttə ki, daha az aldığımız üçün bizə fiks qiymətlərdir. Və o üstünə gəldiyim, o sadaladığım xərcləri də gəlsəniz, təbii ki, biz də istəməz bu fərq olacaq. Amma alıcılar var. Şükür Allah, alıcılarımız var. Əlbəttə ki, istərdik ki, daha da çox turistlər gəlsin ölkəyə. Çünki bu son dönəm turizm, bilməm siz də bir ara turizm assosiasiyasından işləmisiniz. Həm də pərakəndə geyim ixalçıları assosiasiyasında. Bizim də assosiyasiyada olmusunuz, bəli. Amma yəni turistlərin gəlməsi çox önəmlidir. Çünki baxırsınız ki, dünya statistikasında ölkələr var ki, 50% satışın turistdir. Yəni ki, turistlərin qatqısı ilə alınır. Ölkələr var ki, 30%, 20%ləri turistlərdir. O azdır. Yəni, biz misal üçün 20-30%də idi hətta. İndi bəlkə daha da 10%lara gəlib inib. Çünki turist sayı çox azalıb. Bunun üzərində işləmək lazımdır, düşünürəm. Yəni, turistlərin sayını artırmaq lazımdır. Bu yaxında cənab prezident də bu məsələ toxunmuşdu. Doğru söyləmişdi ki, Azərbaycanın potensialı çox böyükdür və bu rəqəmləri artırmaq olar. Çünki bu rəqəmlər artdıqca hər sahəyə öz qatqısını verir. Yəni ki, yəni transfer şirkətləri, otellər, nə bilim, restoranlar, mağazalar, istər-istəməz. Misal üçün uzağa getməyək, bir 10 gün hansısa bir xarici ölkədə tətil olur. Baxırsan ki, o vətəndaşlar 10 günlük gəlirlər Azərbaycana və 10 gün ərzində bizim satışlarımız 2 qat, 3 qat Novruz artır. bayramında misal. Misal o vaxt İrandan gəlirdi, məlumdur sərhədlərimiz bağlı. Misal üçün may aylarında baxsan Rusiyadan, Qazaxıstandan çox turistlər gəlir. Yəni istər-istəməz qatqısı olur. Ramazan bayramı, Qurban bayramı görsən ərəb ölkələrindən gəlir. Amma bu mütəmadi olsa, davamlı olsa əlbəttə ki, istər-istəməz həm mağazaların sayı artar, həm inkişaf olar, həm bizim də satışlarımız artar. Yəni bu bir-birinə bağlı bir məsələlərdir. Yəni bu cür. Hər hansı bir şəhərdə dünya brendlərinin olması nə deməkdir? Nə deməkdir? Bilirsiniz nə deməkdir? Mən bunu dəfələrcə təkrarlamışam. Məsələn, məni özüm götürüm də. Mən bir ölkəyə yatırım, biraz əlbəttə ki, spesifik yanaşmalı burada. Məsələn, mən Gürcüstana gələndə heç bir dünya brendi yox idi. Mən birinci olacağam burada. Və ilk Benetton mağazasını Tbilisi şəhərində açdı o vaxtda. Amma misal üçün bir yatırımcı götürək. Mən bir, nə bilim, böyük bir yatırım etmək istəyirəm, otel tikmək istəyirəm ya da başqa. Necə ki, gələndə görəndə ki, Hilton oteli var, Hyatt Regency oteli var. Onun üçün bu bir göstəricidir. Bu deyir ki, bu ölkədə əgər bu nəhənglər gəlibsə, burada böyük bir otellər tikiblərsə, demək bu ölkədə bu işdə yəni mən öz yerimi tuta bilərəm. Və inanmazsınız ki, bizim də yəni ki, brendlərimiz bu cür insanlara təsir edir. Çünki gələndə görəndə ki, Brioni, Gucci, nə bilim, Ralph Lauren, Tommy Hilfiger, Calvin Klein kimi markalar bazarda var və bunların sahibi çoxdur. Demək buna, yəni bu markalar bu ölkəyə güvəniblərsə, demək bu ölkəyə güvən var. Bizdə bu güvən artıq 20 neçə il oldu artıq. 28 ildir. 28 var. Yəni çünki ilk Benetton markası 94'də hətta bəlkə daha çox. Benetton markası Azərbaycan istehlakçısına rəng öyrətdi. Yadınızdadırsa, elədir, uzun müddət hamı qara geyinirdi. Qara, ağ sevdiyimiz rənglər idi. Boz, amma indi o rəng yenə də sevirik. Yenə də sevirik, mentalitet məsələsi. İkimiz də qara giymişik. Amma yox, gerçəkdən də yəni gənclər arasında öyrətdi. Bu biraz bəlkə yaşından da gəlir də. Amma mən də sevirəm rəngli yəni tonlara üz tutmağa. Çünki insan həqiqətən də yəni pozitiv olmağa başlayır. Razıyam. Yəni
Doğrudan da nəinki Azərbaycanda, Gürcüstanda da bunu öyrətdi. Gürcüstanlılar Onlar da lap qara 99% giyinirdi. qara rəng Hə, sevərdilər. onlar lap qara. Amma biz giyinirdi. onlara rəngli öyrətdik o vaxtda. Özləri də qəbul etdilər ki, Benetton çox bazarı dəyişdirdi. Razıyam. Fərid müəllim, brend sizin üçün yalnız biznesdir, yoxsa artıq həyat tərzidir? Yalnız mənim üçün deyil. Hər insan üçün brend artıq, yəni elə brendlər var ki, həqiqətən də tərzi dəyişdirir. Məsəl üçün mənim üçün mən 2004-cü ildə ilk dəfə 2003-cü ildə dekabr ayında biz Tommy Hilfiger brendini gətirdik. Ondan əvvəl bəlkə bir fərqli tərzdə geyinirdimsə, amma Tommy mənə çox fərqli bir tərz öyrətdi. Bir çoxlarına, tək Lifestyle, sizə yox. Ona bir ingiliscə lifestyle deyirlər. Yəni ki, siz gündəlik həyatda, yəni ki, həqiqətən də pozitivliyi daha da artdı. Yəni çünki brendin özü, onun kvalitəsi, rəngləri, yəni insanın artıq belə deyim də başqa həvəsləri yarandıysa, səyahət etməyə, daha çox evdən çıxmağa və s. Amma misal brend var ki, North Face-də. Yəni ki, istərsən onu giyinən insan daha çox ekstremə üz tutur, daha çox belə dağçılıq, trekkinglər, nə bilim, qarlı yerlərə getmək, nə bilim, dağıt şey, hizək sürməyə və s. kimi idman növlərinin daha həvəsi artır. Bu mümkün deyil dəyişməsin. Deməli, geyim insanın tək həyat tərzi deyil, həm də xasiyyətinə, hərəkətlərinə də təsir edir. Siz bu barədə bir kitab yazın. Tək səyahət haqqında yazmısınız, bu barədə də yazın. Məncə bu 20-30 ilə yaxın bir geyim mədəniyyətinin formalaşdırılmasında sizin töhfəniz var real olaraq. Niyə də yox? Düşünmək olar. Düşünmək olar. Fərid müəllim, bir yerdə oxumuşdum, demişdiniz ki, bir balaca biznesdən ayrılmışam, indi daha çox səyahət edirsiniz. Səyahət mövzusunə gələcəm. Korporativ mühitdə öz əməkdaşlarına inam güclü liderlik bacarığıdır. Bu deməkdir ki, siz lidersiniz, boss deyilsiniz. Bu necə alındı sizdə? Bu bir təbii prosesdir. Bilirsiniz, bu insanın xüsusiyyətindən asılıdır. Mən heç vaxtları özümü bağla sual verəndə ki, Fərid kimdir? Bilirsiniz, o çox çətin sualdır mənim üçün. Yəni, heç kəsdən üstün qoymamışam. Nə maddi tərəflə, nə ağılla, nə zəkamla, nə bacarıqla. Yəni, hər insan bir cür yaradılıb və hər zaman çalışmaq lazımdır ki, eyni səviyyədə hər kəsin olmağı, yəni ki, danışmaq və s. Demirəm ki, onun səviyyəsinə düşəsən ya da nə cürsə də tam tərsinə. Gördünsə, insanda nə çatışmır, çalışıb ona nəsə bəxş eləmək lazımdır. Çünki hər biz bir missiya ilə gəlir bu həyata, iz qoyub getməliyik mütləq. Ona görə, yəni ki, mən işçilərimlə belə həmişə çalışmışam, onlarla eyni səviyyədə. Mənim qapım həmişə açıq olub. Yəni, heç ofisdə qapı bağlı deyil. Kim istəyir mənim qapımı gəlib, içəri keçib mənlə söhbət elə bilər. Lap belə deyim, indi hierarxiya ilə getsək, yəni ki, satıcı konsultantdan tutmuş, top menecerlara qədər, yəni ki, həmişə qapılarım açıq olub. Yəni, mən şirkəti özüm şəxsən idarə etdim dönəmdən saysa. Hər işçi ilə, yəni ki, mən çalışmışam, yəni ki, hətta çox işçilər mən heç vaxt Fərid müəllim olub. Olub indi yaş fərqi olanda istər-istəməz o mədəniyyəti qoruyanlar olub, amma çox vaxt məni Fərid deyiblər. Yəni, mən özüm də çox vaxt açıqlıq siyasəti var. Açıqlıq siyasəti olub və bu aramızı açıq edib həmişə və şükür Allaha çox nadir olub ki, kimsə bundan sui-istifadə etsin. Yəni, əksər vaxtı bunu bir mənim yəni açıqlığım, mənim bunlara yəni inam yaradıb aramızda, yəni bağları yaradıb və istər-istəməz bu cür insanlar nə qədər olub məndə daha çox pul təklif ediblər insanlara ki, gəl bizə keç şirkətdə işlə, getməyiblər. Gediblər, sonra mənə zəng gəlib, mən qayıtmaq istəyirəm. Amma çox vaxt mən qaytarmamışam. Yəni, çünki artıq bir nəfər getsən, artıq onu olmur. Onu da vurğulayaq ki, sizin kimi rəhbər olmuyor. İndi mən özüm tərifləmək adına bunu danışmıram, belə bir arzum da yoxdur. Amma yenə də bu önəmlidir. Yəni, mən bunu gələcək liderlərinə səslənirəm ki, çalışın həmişə komandanın hissəsi olun. Siz bizim ofisdə olmuşsunuz da dəfələrcə. Siz bizim ofisdə o toplantı otağında ayrı bir kreslo görmüsünüz? Yox. Bu çox incə nöqtələrdir. Yəni, mən heç bir ofisimizdə biz ayrı bir kresla, boss kreslası, o sırf boss kreslası. Lider kreslası olmur. Liderin masa, sandalyası, stulu eyni digərlərin komandanın stulunun eyni olmalıdır. Korporativ mədəniyyət sizdə çox möhtəşəmdir. Bunu mən qeyd eləməyə bilmərəm. Yəni, bu nüanslara fikir verin. Əgər lider olmaq istəyirsinizsə,
Yəni bir iş gedəndə çalışın özünüz də o iş prosesində olun. Mən mağazalarım indi əlbəttə ki, hal-hazırda indi bunlar baş vermir çünki işlər daha çox olub. Mənim özüm başqa işlərimdə yəni ki, maraq dairəm fərqlənib, ya böyüyüb. Amma əvvəlki mağazalarda belə gedib adi işçilərlə, mən özüm də boya vurardım, başqa işlər görərdim, skladlara gələrdim, bir yerdə işçilərlə malları, rəfləri düzmək və sair dəstək olardım. Yəni bu istər-istəməz onlarda həvəs yaradırdı da və Təbii ki. bəlkə Ruh, bir yerdə komanda bir ruhu. qabdan yeyərdi və s. Komanda ruhu, sırf doğru vurğuladınız. Komanda ruhu belə yaranır və istər-istəməz digər insanlara da bu əlbəttə ki, dildən dilə gedərək insanlar səninlə işləməyə çox sevilir və başqa məsələ var. Yəni mən bunu həmişə vurğulamışam. Sənin uğurun o vaxt uğur sayılır ki, bundan sənə başqalarına fayda var. Bəhrələnsinlər. Yəni biz həmişə çalışmışıq. Biz heç vaxt kimsə, hansı bir işçi bizim qapımızı döyübsə, hansı bir problemi danışıbsa, biz heç vaxt çevirməmişik. Bizim də əsas bir qızıl qaydamız var da. Bəzi insanlar deyir ki, işə gəldin problemlərin qapıda, arxasında saxla. Biz heç vaxt onu demirik. Problemlərlə bir yerdə gəl, bir yerdə sənin problemlərini həll eləyək. Çünki mənə problemsiz işçi lazımdır. Təbii ki, bu da liderlikdir yəni. Bəlkə də. Çox yaxşı bir söz istifadə etdiniz, missiya. Fərid Novruzinin Azərbaycanın iqtisadiyyatında deyək. İqtisadiyyatında missiyası nədir? Yəni ki, bilirsiniz necə, biz artıq böyük bir yolu keçdik də. Yəni missiyanın böyük bir hissəsində demək olar ki, demirəm bu sonuclanıb, amma yəni yeni nəsillər yəni yetişdirdik. Nə qədər mən gənclərlə görüşlərdə, yəni ki, heç vaxt imtina etməmişəm görüşləri keçirməkdən və orada insanlara Azərbaycanda biznes qurma adına inam yaratdıq. Yəni çünki insanlarda biraz ümidsizlik var. Son dönəm bu negativlik də artıb ki, yox mümkün deyil, nəsə lazımdır, kimsə lazımdır, nə bilim və s. Mən sırf onlara onu izah edirəm ki də, yəni əgər əzmkarlıq olsa, inam olsa, yəni dürüstlüyünüz olsa, kreativliyiniz olsa, yəni işgüzar belə deyək də, yəni həvəsiniz olsa, yəni bu istər-istəməz boş qalmayacaq da. Siz hardasa öz yerinizi tapacaqsınız və bu inamı, yəni missiyamda əvvəldən elə mən nə qədər tələbələr bu cür səsləndim və bu günlər çoxsu da yəni geri dönüşləri də eləyirlər. Mənim üçün də xoşdur. Yəni böyük vəzifələrə keçənlər var. Yəni ki, hansı bir sahələrdə uğur qazananlar var. Kimsə öz işini qurub mənə nə qədər təşəkkür yazıblar. Yəni mən düşünürəm budur. Yəni biz missiya nədir? Özündən sonra bir irs buraxmaq. Nəinki özün üçün, həm övladların üçün, ailən üçün. Çünki övladlar sənə baxıb tərbiyə alır da. Yəni baxanda ki, ata pis işlərlə məşğul deyil. Yəni ki, sırf işlə bağlı fəaliyyət görür. Yəni ki, bu işləri qurub, bunu edib, istər-istəməz sənin davamçıların da o cürlər olacaq. Əlbəttə. Çox sağ olun bunların hamısı üçün. Fərid müəllim, o qədər işdən danışdıq ki, biraz kənarlaşmaq mənə də çətin olur. Fərid Novruzi arxitektor, Fərid Novruzi Azərbaycanda brendləri inkişaf etdirən, brend geyimlərinin istehlakçı mədəniyyətini formalaşdıran Fərid Novruzi səyyah. Necə çatdırırsınız? Necə oldu ki, ümumiyyətcə başladınız səyahət eləməyə? Bu sizə, bilmirəm, bir o özünüzə mi lazımdır, öz kreativliyinizi mi inkişaf elətdirmək üçün? Siz həyatda təsadüflər yoxdur. Mən heç vaxt inanmamışam buna. Yəni hər bir şey öz izini buraxaraq gələcəkdə bizdə hansı maraqlar formalaşdırır. Mən uşaqlıqda nə görmüşəm? Mənim atam Sovet vaxtında belə kruizlərdə Avropaları gəzib, xarici ölkələri tez-tez səfər eləyib, oradan bizə hədiyyələr gətirib, o ölkələr haqqında bizə danışıb, bizdə coğrafiya sevgi yaradıb. Mən coğrafiya dərsini yəni çox gözəl bilərdim. Yəni ki, bəlkə o vaxtın dönəmin gəncləri ya da uşaqları kimi bütün paytaxtları əzbər bilərdik. Yəni bütün ölkələrin bayraqlarını əzbər bilərdik. Yəni ki, harda yerləşir, hansı qitələrdə hamısını əzbər bilərdik və istər-istəməz yəni ki, bu insanda yəni bir uşağın beynində yəni ki, bir əks olunubsa, bir gün bu özünü nə cürsə viruzə verəcək. Bu xəyallar reallaşmağa başlayacaq. Çünki hər bir ölkə haqqında, yəni onları öyrənəndə, o haqqda oxuyanda, yəni ki, o istər-istəməz sənə həmişə maraqlı idi ki, misal üçün elə
Fernando Magellan necə oldu ki, yəni ki, Avropadan Portuqaliya, İspaniya sahillərinə çıxıb dünya, yəni ki, belə deyək, ilk onun komandası özü çatmadı da, yəni ki, onu görmədi, amma dünya turunu eləyən bir komanda oldu. Ya sonra Jules Verne'in kitablarını biz oxuyanda ki, yəni ki, o uşaqlıqda bizim ən sevdiyimiz cizgi filmi vardı. 80 gün dünya ətrafında. Yəni ki, bunlar hamısı istərsəniz öz, yəni ki, belə də valideynlərlə fərqli olar, öz bizdə yəni izini qoyurdu. Və böyüyərkən də artıq bir istərsəniz işgüzar səfərlərimiz, biz brendlərlə işləyirik deyə xarici ölkələrə gedirsən, İtaliyadır, Fransadır, Amerikadır, nə bilim İngiltərə, Fransa, Almaniya və s. Getdiyində də əlbəttə ki, 2 günlük gedir. İstərsə bir neçə gündə bir o ölkə ilə tanışlıq üçün özünə imkan yaradırsa və bu davamlı olaraq istərsə üst-üstə gələrkən artıq bir hobbiyə çevrilməyə başlayır. Və bu günləri artıq güclü komanda, güclü arxanda olduğundan sonra, yəni mən bunu özü pandemiyada çox yaxşı anladım ki, nə cür Allahın izni gözəl komandam var. Çünki mən uzun müddət 6 ay yaxın olmadım. Dünya səyahətinə çıxmışdım, amma komandam Allahın izni mənsiz çox rahat işdir. Bu da o deməli deyil ki, mən sırf hər şeyi nəzarətsiz buraxıram. Yox, bu günləri çox gözəl bir zamanədə yaşayırıq bu. Online. Əlbəttə ki, online platform, belə deyim, instrumentlərimiz çoxalıb. Yəni Zoom olsun, nə bilim WhatsApp olsun və s. Bunu da bizə pandemiya öyrətdi. Pandemiya öyrətdi, amma pandemiyadan qabaq WhatsApp-la yaxşı biz zəngləşib danışırdıq. Yəni e-maillər var, yəni məlumatlar gəlir, rəqəmlərlə görə bilirsən şirkət hansı istiqamətdədir. Uzaqdan da olsa bunları idarə eləmək olar, hansı prosesləri müdaxilə etmək olur. Yəni və hal-hazırda uzaqlaşdan belə rəqəmlərlə şirkətin hansı istiqamətdə getdiyini çox gözəl anlayıram. Yəni görəndə ki, bir balaca bir titrəmə var, hansısa bir suallar verirəm, hansısa bir yol göstərirəm yenə də. Təbii ki, lider olaraq. Neçə ölkədə olmusunuz? Artıq 120-ni vurduq. Oy, nə qəşəng rəqəmdir. Bu ilə planlarınız var yoxsa? Əlbəttə ki, inşallah. Demək istəmirsiniz hansı ölkələr? Bilirsiniz necə, yəni ki, mən əlbəttə ki, planlaşdırdığım ölkələr var. İstəyirəm izləyicilərim üçün sürpriz olsun. Amma olur ki, bəzən ki, qeyri-plandan yəni çıxarkən birdən bir anda nəsə ortaya çıxır, maraqlı bir təklif gəlir və dərhal o təklifi dəyərləndirib, qəbul edib yola çıxırsan. Siz çox gözəl həm də getdiyiniz yerlər haqqında vloq aparırsınız. Bu o deməkdir ki, Fərid Novruzi həm də travel blogerdir, vlogerdir. Yəni bloger adlandırmazdım özümü də. Yəni bu bir hobbidir. Yəni dediyim kimi də, yəni bu da bir uğurun bir parçasıdır. Yəni əgər sən imkanın varsa, hansı bir əcaib bir ölkəni gəzməyə, əcaib də olmasa başqa bir yerləri xarici görməyə, yəni bununla paylaşmaq lazımdır da. İnsanlar çoxsu deyir ki, deyərəm göz dəyər, nə bilim. İnsanlar düz başa düşməz və s. Şükür Allah, ağlın açıq oldusa, öz halal əməyi ilə qazandınsa, yəni ki, heç nədən, yəni ki, bir Allahla yaşayırsansa, yəni burada məncə qorxmaq ehtiyac yoxdur. Tam tərsinə maarifləndirmək lazımdır başqaları. Mən bu işləri başlayanda çox insanlar, sayılı insanlar səyahət edərdi də. Yəni mən deyəndə ki, mən nə bilim Tanzaniyada oldum 2013-cü ildə, insanlara qəribə gəldi, Afrikaya getmisən, qorxulu deyil. Halbuki heç nə qorxulacaq bir şey yoxdur da. Yəni bu məsələlər bugün baxsan ki, hər kəs gəzir. Mən 2010-cu il, 11-ci ildə hətta ölkəmizi gəzərkən, sadəcə Qaranoxur gölünü bizim ictimai yəni ki, açmışdım da. Yəni mənim bir də yaxın dostum Faiq müəllimlə biz Qaranoxur gölünü tapıb, yəni oranı yalnız yerli əhali bilirdi, yerli insanlar verirdi. Və o vaxtı o gölü yəni Google Earth yəni ki, tətbiqindən taparkən, ora yol tutarkən biz meşələri, yəni inanırsınız ki, yəni heç cığır yox idi biz. Cığırı biz ilk açanlardan oldu. Bu günləri maşallah baxıram ki, turizm məkanıdır artıq. Amma bəzən baxırsan ki, zibillər, desən ki, lazım isə buranı göstərmək. Nəysə, yəni bu şeylər biz çox beləncə ilk olduq da, yəni ilk işlər gördük. Və bu çox xoşdur. Məsəl üçün, mənim dostlarım var ki, alpinistlərdir, ilk zirvələrə getdi. Bu alpinizmi insanlarda yəni həvəs yaratdı və bu günləri baxırsan ki, artıq Everestdə 3 nəfər Azərbaycanlı çıxıb, ya 4 nəfər olub. 4. Bəli. Başqa zirvələrə üst tuturlar, yəni də. Yəni çox siz Everestə çıxmadınız?
çıxmamısınız? Mən Everestə çıxmamışam. Onun yanındakı bir zirvə var. Amma uzaqdan görmüşəm. Allah qismət eləsə bir gün orada dırmanaram. Bax belə. Əslində sualı başqa cür formalaşdırmışdım. Çünki sual vermək istəyirdim ki, həmin bu elə deməyim, səyahət etməyiniz, sonra ümumiyyətcə aktiv sosial şəbəkə istifadəçi olmanız, bunlar hamısı biznesinizin davamıdırmı sualını vermək istəyirdim. Amma burada biraz biznesin davamı deyil, amma yenə deyirəm, fürsətləri mən yəni elə bir insanam ki, hər zaman dəyərləndirirəm. Yəni gələcəkdə baxsam ki, əgər artıq biznesim tam %100 mənsiz idarə, yəni irəliləyə bilirsə, niyə də yox belə bir maraqlı bir yəni afterski turlar deyirlər də, yəni ki, müəllif turları yaradıb, yəni ki, öz maraq dairəmdə olan insanları bir araya gətirib, eyni maraq dairəsində olan insanları bir araya gətirib maraqlı turlar eləmək, orada nə bilim biznes haqqında danışmaq, maraqlı yerlər göstərmək və buradan da bir pul qazanılacaqsa niyə də yox. Yəni hər şey ola bilər. Yəni biznesə çevrilə bilər. Amma hal-hazırda mənim şəxsən özümə bir yenə deyirəm, biz hər zaman inkişaf edirik. Elə adam desə ki, yox mən hər şeyi bilirəm. O insandan uzaq olmaq lazım. Biz daim inkişaf edirik və səyahətlər məni inkişaf etdirir. Mən başqa ölkələrdə gördüyüm prosesləri, biznes hansı elementləri görəndə mütləq gəlib burada öz işimdə tətbiq edirəm və doğrudan da maraqlı alınır. Demək ki, bağlılıq var. Əlbəttə ki, bağlılıq mütləqdir. Yəni və bunu görmək də bacarmaq lazımdır. Allahdan da biz bunu görürük. Yəni bu belə deyim də, hətta oradan olur ki, hər arxa şəkilləri çəkirəm, komandaya göndərirəm ki, baxın necə maraqlı bir şeylər başlayıb burada eləmək, plan kəsin ya da olan brend. Və biz daha sonra görürsən ki, gələcək işlərdə onları tətbiq edirik. Danışığımızın nəticəsi olaraq deyə bilərəm ki, biznesiniz haqqında tam lider kimi danışdınız, arxitektura və səyahət haqqında sevgi ilə danışdınız. Seçim eləməli olsanız, biznesi demirəm, arxitektura və səyahət. Yox, burada zaten arxitektura da bir səyahətdir də. Yəni bilirsiniz, siz mən hələ bayaqları deyirdim ki, bəs uşaqlıqda mənə təsir edən məqamlar hansı oldu? O birinci valideyn atamdan gələn, daha sonra kitablar, daha sonra dünyanı, yəni ki, işlə bağlı gəzmək və s. Yəni İstərsəmiz memarlıqdır. Biz memarlığı oxuyanda bütün dünyanı səyahət edirdik kitablarda. Yəni ki, hansı ölkədə, nə bilim, Braziliyada Oscar Niemeyer'in proyektlərini biz öyrənirdik. Nə bilim, Amerikada Miss Van der Rohe olsun, ilk bu şüşəli pəncərələri, binalar tikən, yəni ki, icat edən insan. Nə bilim də Alvar Aalto olsun Finlandiyada, nə bilim Frank Lloyd Wright olsun Amerikada. Nə bilim də bunlar hamısını biz gəzərkən, zaten artıq kitablarda səyahət etmiş və bəzən olur ki, mən gəzərkən, yəni keçən də Chicago'da idim. Yadımda 93-də atam orada olanda kitab gətirmişdi. Yəni ki, gəzirdim o binaları, gördüm. Elə bir ki, kitabı vərəqləyirdim də. Yəni ki, o kitabda gördüyüm binalar genə də oradadır. Çox belə başqa bir təəssürat. Fantaziyalarınız deməli doğrudan da çox güclüdür. Danışığımız əsnasında həm də görürəm ki, ailə dəyərlərinə çox yüksək qiymət verirsiniz. Sizin ailənizin ən böyük ulduzu ananızdır. Yəqin ki, bununla hamı razılaşar. Çünki bilirik ki, dadlı yeməklər bişirir, bilirik ki, konsertlərə getməyi sevir və dəbli geyinməyi çox sevir. Onun hətta o rəng seçiminə məncə hamı valehdir, mən bundan əminəm. Ananızı çəkilməyə necə dilə gətirdiniz? Yoxsa özündə bu var idi? Dilə gətirməyə. Birincisi, anamla, belə deyim də, anam tanıtdıran mənim qızım oldu. Yəni, Məryəmin yəni, sosial şəbəkədə, yəni, belə deyim, fəaliyyətin nəticəsində anamla çəkdiyi videolardan o, belə deyim də, istərsəniz doğal bir proses oldu. Ortaya çıxdı. Anamı tanıdılar. Əlbəttə ki, o da sırf anamın Məryəmə olan münasibətindən gəlir. Çünki ilk nəvəsidir, həm ilk nəvəsi, həm ilk qız nəvəsi və s. Yəni, bu istərsəməz, əlbəttə ki, digər nəvələr incimir, bilirlər ki, ən çox sevdiyi nəvə. İncimirlər? Dəqiq incimirlər. Yox, incimirlər, bilirlər. Anam da gizlətmir bunu.
Bu səbəbdən yəni ki, Məryəmə çox belə deyim ki, əziyyət yəni ki, çətin olmadı da anamı bu çəkilişlərə dəvət etməyə. Yəni ki, ona bu məsələdə köməklik elədi, çəkilişlərə qatıldı və bu gün də əlhəmdülillah bir Azərbaycanlı qadın olaraq, Bəli. bir nənə olaraq, yəni başqalarına da Daha çox iki rəfiqə kimi məncə görsənirlər. nəvəsinə olan münasibətləri, övladlarına olan münasibətləri bir belə deyim də bir planka olaraq kimi artıq cəmiyyətdə Bəli. görülür. Yenə bir yenilikçi oldunuz. Yeni deməzdim, amma bu yenə də bir proseslərdir. Bu hər gün bu gün mənim anamdır, sabah başqasının bir anası olacaq. Yəni əsas odur ki, biz düzgün nümunə olaq. Düzgün, yəni ki, bu hamısı bir oyun deyil. Bu biz necəsə, yəni ki, bizim olduğumuz kimi, yəni bu nəsə kamera oynamaq, kamera danışmaq falan deyil. Səmimiyyətimizdir. Onu ortaya qoyuruq. Qızımdır, anamdır, özümə. Yəni biz də yəni ki, yenə deyirəm, biz şəxsən mən hansısa bir şöhrət dalınca qaçan deyilik. Bəli. Şükür Allaha, Rəbbimiz bizə yəni istənilən bir imkanları açıb verib. Gənc yaşlardan biz artıq ayaqdayıq. Yəni dünyanı da gənc yaşlardan görməyə başlamışıq. Burada nəsə, yəni ki, nəsə ad qazanmaq və s. belə şeylər yoxdur. Sırf dediyim kimi, əvvəl də dedim, yəni bir nümunə olmaq, bir nə bilim irs qoymaq, insanları motivasiya eləmək, yəni ki, onları maarifləndirmək, bütün bunlar da arzumuz. Yəni ki, bundan kimsə özünə pay alırsa, nəsə onlarda dəyişdirilsə, nə xoşbəxt bizə. Deməli biz istədiyimizə nail olmuşuq. Yəni başqa bir niyyət yoxdur burada. Uzun illərdir sizi tanıyıram Fərid müəllim, amma bu gün yenə də sizdə yeni aşkar elədiyim tərəfləriniz oldu. Çox sağ olun. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun ki, belə maraqlı fikirlərinizlə bölüşdünüz. Səmimiyyətiniz üçün çox sağ olun və dediyim kimi müsahibəmiz boyunca qeyd elədim ki, söz olacaq. Biri missiya, bir də motivasiya. Məncə bunların ikisi də sizdə var. Bölüşdüyünüz üçün çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun dəvət üçün. Belə, əminəm ki, bugünkü qonağımın həm şəxsi keyfiyyətləri, həm də biznes bacarıqları barəsində bildikləri sizə də maraqlı oldu. Bugünlük bu qədər. Sağ olun.